Salam hər kəsə. Bugün belə bir sualın izahına baxacağıq. Deyir, suya nəzərən sürəti 1 metr bölünsün saniyə olan idmançı çayın bir sahilindəki A məntəqəsindən AB istiqamətində çayın digər sahilinə doğru üzməyə başlayır. Çayın axın sürəti V-çay bərabərdir 0,8 metr bölünsün saniyə olduğundan idmançı 50 saniyə ərzində çayın digər sahilindəki C məntəqəsinə çatır. İdmançı bərabər sürətlə üzərsə çayın enini AC məsafəsini hesablayın. Görürük ki, A-dan B-yə bərabər sürətlə hərəkət edib. Onda S bərabərdir V vurulsun T olacaq. V-miz 1 metr bölünsün saniyədir. T-miz də 50 saniyədir. Onda bizim S-imiz 50 metr olacaq. Deməli, S-i tapdıq ki, 50 metrdir. Və biz buradakı V çayı paralel olaraq bu tərəfə köçürsə, görürük ki, bu həmçinin aşağıya da paralel olaraq X istiqamətində köçəcəkdir. Yəni, X oxu üzrə proyeksiyası olacaqdır. Yuxarıya doğru da Y oxu üzrə proyeksiyası var. Bu da VY-dir. Deməli, onda bizim VX-imiz bərabərdir 0,8 olacaqdır. Çünki çayın sürətini götürürük. 0,8 metr bölünsün saniyə. Daha sonra VY-imiz isə 0,6 metr bölünsün saniyə olacaq. Çünki çayın sürəti 1-dir. Tamamlamaq üçün 1-ə burada Pifaqor teoremindən istifadə edəcəyik. 0,8-in kvadratı ilə 0,6-nın kvadratı bizə 1-i verməlidir. Bu da etdi 0,6 metr bölünsün saniyə. İndi biz burada VY üzrə oxu proyeksiyanı tapsaq, görürük ki, A-dan C-yə və Y oxu üzrə proyeksiyasıdır. Buranı bir D ilə işarə eləsək, D bərabər olacaq V vurulsun T-yə. Bu da bizə verəcəkdir. V-miz deməli V, bura Y yazaq. VY oxu üzrə. Çünki bu istiqamətdə A-dan C-yə VY oxu idi. VY-i tapmışdıq 0,6. T-miz də 50 saniyədir. 0,6-nı da 50-yə vuranda 30 metr edəcək.